Salam, oksidlər, əsaslar, turşular və dozlar mövzusunun 5-ci günün suallarının izahına baxırıq. 65 nömrəli test tapşırığında deyir ki, hansı reaksiya məhsul doğrudur? A variantında natriumun oksigenlə reaksiyasından alınıb natrium oksid, amma əslində natrium oksid yox, natrium peroksid alınmalıdır. Yəni natrium 2O2 bu səhvdir. B variantında kaliumun oksigenlə reaksiyasında superoksid alınmalıdır. Burada isə oksiddir, yəni 2 burada olmalıdır, bu səhvdir. Daha sonra C variantında litiumun oksigenlə reaksiyasında litium oksid, bəli, litium oksid alınır. Burada argentium oksigenlə reaksiya girmir, səhvdir. Magneziumda reaksiya daxilində magnezium oksid 2 valentlidir. Ona görə burada 2 olmamalıdır. Cavab 65-də C. 63 nömrəli test tapşırığında alüminiumun H-xlorla dəmirin H-xlorun və sinkin H-xlorun reaksiyası hər birdə 1 mol götürülüb. Deyir, nə qədər xlor turşunun reaksiyasından nə qədər hidrogen ayrılar. Neçə litr hidrogen. Qaydanı yadımızdadırsa, bu metallar əlavə olaraq berilyum və silisiumu da nəzərə alaraq, bu elementlər ümumiyyətlə turşularla, qələbələrlə reaksiyaya girəndə ayrılan hidrogen götürülən maddənin, yəni bu metalların valentliyinin yarısına bərabərdir. Alüminium 3 valentlidir, yəni 1,5 mol. Onu da 22,4 fırında 33,6-ya uyğun gəlir. Dəmir H-xlorla reaksiyaya girəndə 2 valentlidir, onun da yarısı, yəni 22,4 litr eləyir. Zink 2 valentlidir, onun da yarısı 1 mol, yəni 22,4 litr eləyir. Cavab burada D variantı olacaq 63 nömrəli test tapşırığında. Hansı halda oksidlərin təsnifatı doğrudur? 62-ci sualda bizə verilibdir. Maqnezium oksid əsasi oksiddir. Metalların 1 və 2 valentli oksidləri əsasidir. Maqnezium başqa oksid də yoxdur onsuz da. NO2 turş oksididir. Turşu. Berilyum isə amfoterdir. İndi hamısına uyğun gələn B variantı olacaq. Daha sonra 78 nömrəli test tapşırığına baxırıq. Ammonium xloridin və nitrat turşusunun parçalanması hansı maddələr bu reaksiya məhsullarına aiddir? Burada gəlin reaksiyanı yazır. Ammonium xlorid parçalananda NH3-ə, yəni ammoniaka və H-xlora xlorid turşusuna parçalanır. Nitrat turşusu parçalananda isə NO2-yə, O2-yə və suya parçalanır, H2O-ya. Yəni, baxa görə burada hansılar var? 1 var, N2 yoxdur, H2O su var, oksigen var, xlor isə yoxdur. Yəni, 1 və 1, 3, 4 var. O da A variantına uyğun gələcək. 79 nömrəli test tapşırığına baxırıq. Burada alüminium nitratın parçalanmasıdır. Nitratlar parçalananda, orta aktiv metal nitratı parçalananda uyğun metal oksidinə, alüminium 2O3-ə, NO2-yə və O2-yə parçalanır. İndi burada X, Y, Z hansıdır bilmirik. Burada necə tapa bilərik onu? Burada verib ki, X 3 atomludur, Y 2 atomludur, Z isə 5 atomludur. Yəni, burada 5 atomlunun alüminium 2O3-də deməli Z, yəni bu deməli Z imiş. Sonra 2 olan bu oksigen, deməli bu Y imiş. Y, 3 olanda X imiş. Bunu bildik. İndi bizdən nə soruşur? Hansı maddələr natrium OH suda məhlulu ilə reaksiyaya daxil olur? Natrium OH qələvi deyən əsasi xassəli maddədir. Ondan amfoter xassəli, məsələn, Z daxil ola bilər. Turşu xassəli NO2 daxil ola bilər. Oksigen isə daxil olmur. Bu səhvdir. Yəni Z və X-dir cavab. Z və X, o da C variantına uyğun gələcək.